Səhifəmə xoş gəlmişsiniz. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın ki, yaxın zamanlarda sizlər üçün maraqlı bir hədiyyə hazırlayacağam. 10.000 olmağın şərəfinə sizlərə qəşəng bir hədiyyə təqdim edəcəyim inşallah. Çoxdan da bazarlıq videosu paylaşmıram. Mandarin almışıq, armud almışıq. Ümumiyyətlə deyim sizə, qiymətlər qalxıb, maaşlar hələ qalxmamış. Bilməm siz də hiss edirsiniz yoxsa yox. Kartof bir evin olmazsa olmazıdır. Həqiqətən də bunu vaxtilə kəşf eləyənlər çox böyük bir yaxşılıq eləyib. Heç nə olmasa da karışqa qızardıb üstünə yumurta vurursan olur yemək. Burada da Toğrul bəy özü üçün belə sömürgən alıbdı. 80 dəfə desəm ki olmaz belə şeyləri, atası ilə gedəndə mütləq nəysə alır. Qubqamız da qutarmışdı. Obusev aparmışdım daha doğrusu. Ona görə yenisini aldım. Son vaxtlar keks eləməyə çox marağım artıb. Ona görə qabartma tozu ilə vanili həmişə evdə saxlayıram. Belə bir ağ şokolad alıblar. Bunun qarası da vardı. Uca yeyildi. Qiymətlərin qalxdığını, bizim kriz keçirdiyimizi, aldığımız yağ yəqin ki burada hiss elətdirir. Minnoş bir şey almışıq və un almışam keks eləməkdən ötəri. Əslində bu kəsmə çörəkləri xoşlamıram. Mənə zavod çörəyi xoşuma gəlir, ancaq ki yenə də alınıbdı və belə bir məhsul almışıq. Bu nədir? Alma alınıbdı. Bu bazarlıqda mən olmadığım üçün dəqiq bilmirdim nələr var içərisində. Açaraq sizinlə birlikdə görürəm. Kalbasa alıblar və sonra görək nə alıblar yenə. Belə kalbasadan əlavə də sosiska alıblar. Bu da əslində mənim sevmədiyim sosiskadır. Prosto da alıblar da neyniyək. Mən ümumiyyətlə sevirəm ki, istədiyim məhsullardan alım həmişə. Yəni bir məhsula əgər 1-2 dənəsinə pulum çatırsa elə o qədərini alım. Yəni artıqdan alım deyə başqa yemədiyim nələrsə almağı xoşlamıram. Amma həyat yoldaşımı göndərdiyim üçün o alıb gətiribdi. Toyuq da alıb sağ olsun. Toyuğu yumuşaq toyuq alıb. Mən fikirləşirdim yəqin o qırmızı paketdə olan toyuqlardan siyazandan falan alar. O da ki başqa bir toyuq alıbdı. Nəysə belə Bingonun qabyon mayesini alıbdı. Prosoftun tualet kağızı. Tualet kağızı bizdə sağ olsun tualetə hər Toğrul girəndə nə qədərini istifadə edir və paraşok almışıq. Hələ də uşaq üçün ayrı, özümüz üçün ayrı paraşok işlədirəm. Mən Tide işlədirəm, sizi bilmirəm. Tide'in yanında rənglər üçün alıram həmişə və rənglərin yanında ağları istifadə edəndə yəni belə persol əlavə eləyirəm suya ki onu daha yaxşı yusun. Bir də ki belə qabyon alıbdı. Bu da yenə ən bəyənmədiyim, işlətmədiyim qabyondur. Sağ olsun yoldaşım krizi hiss elətdirir bu dəfə alış-verişdə. Evin olmazsa olmazı təbii ki yumurtadır və belə bir şordur, bilmirəm qaymaqdır, nəysə belə bir məhsul alıbdı. Əlavə olaraq pendir də alıbdı. Səhər yeməyində heç nə qalmamışdı. Ona görə bu dəfəki səhər alış-verişimiz biraz böyük olub. Ankara makaron alıb. Nə yaxşı ki sevdiyim makaronu alıb, nə əcəbsə. Yenə əlavə olaraq bir dənə də makaron çeşidimiz var. Əlavə olaraq qreçka da tapşırmışdım. Bəli, qreçkanı da alıbdı sağ olsun. Mən Toğrula adətən qreçka bişirib verirəm. Mən uşaq vaxtı yeməmişəm və istəyirəm ki oğlum qreçka ilə barışıq olsun. Bu alış-verişə 85 manat pul gedibdi. Yəni baxırsan ki elə çox məhsul yoxdur içində əslində. Bu da başqa bir alış-veriş vlogudur. Bunu da paylaşmadığım üçün birləşdirib bir yerdə paylaşıram. Həmişə kimi yumurta var içərisində və görək un var içərisində yenə. Mən deyirəm də son vaxtlar keksə maraq saldığım üçün hər dəfə un aldırıram. Bu manqastu sosiskadır. Mənim sevdiyim sosiska və zavod çörək. Əlavə olaraq və kartoşka da var təbii ki. Kartoşkasız ümumiyyətlə günümüz olmasın. Günləri bir yerdə aldıqlarımızı açaq, sonra keçib mən digər işlərimi görməyəm. Deməli qızlar, işdən gəlmişəm hər zaman kimi. Sumkanın içində təbii kaşlok, papaq. Qışın günü papaq başdan çox sumkada gəzir. Kaşlokun kosmetika, bu sponcumdur. Sonra xəncəl hazır xəncəl almışam. Allah bu eləməyi kəşf eləyən canı sağ eləsin. Çünki hazır xəncəl həqiqətən də adamın əlindən tutur. Sonra belə bir yuxa almışam. Bizə Toğrul yuxa sevəndir. Ona görə yuxa da aldım. Sonra meyvə almışam, alma və bir dənə əlavə olaraq banan almışdım. Sonra bir-iki məhsul almışdım və üstə gəl burada aldıqlarım yenə də var. Gəlin buna da baxalım. Mən işdə saxlaq çay fikirləşənlərim üçün ona görə özümə pişmiş almışam və Toğrul üçün badam almışam. Bizə Toğrul badam sevir. Və əlavə olaraq da
Heyvan rəngi çox xoşuma gəldi, səpsarıydı, ona görə də heyvan aldım. Bunu isə qonşumuz üçün sifariş etmişdim. Daha doğrusu anamgilin qonşusu üçün. Anamgilin qonşusu tibb sahəsində işləyir və onlara tez-tez belə geyimlər lazım olur. Ona görə də onun üçün vurmuşdum. Mən bəyəndim, özünə də göstərdik, özü də bəyəndi. Materialına baxmaq üçün açdım. Anam da bəyəndi, çünki istəyirdi o da belə bir geyim sifariş etsin. Siz də istəsəz Trendyoldan sifariş edə bilərsiniz. Linki qoyuram bioda. Bugün sizə Sədərəydən aldıqlarımızı göstərəcəm. Sırf otel üçün istifadə olunacaq məhsullardır. Hal-hazırda sizinlə bölüşürəm. Belə bir fen almışıq. Bu fen divara bağlanır və belə istifadə etmək üçün belə çıxardırsınız. Belə istifadə etmək olur. Burasında da rozetkası var. Bu rozetkaya da istəsəz ütü feni və ya da başqa bir istifadə olunacaq elektron nəsə tutmaq mümkündür. Və bunu taxırlar rozetkaya, işləyir. İnşallah ilk əşyamız mübarəkdir, xeyirli uğurlu olsun. Və alışverişimizin davamını açırıq. Belə bir safetli qabı almışıq. Qəşəng olur. Qapalı falan. Sən özüdür də yəni. Sən Allah ehtiyatlı olma olur. Mənim gözümə vururam onun əslində. Bu şlangımızın başı. Bu isə o birisi ev üçün yeni şlang. Çünki digər şlangımız xarab olmuşdu. Bu da yeni versiyasıdır. Görək bunun müddəti nə qədər çəkəcək. İnşallah bir ömrü heç olmasa 1 yıl olar. Çünki o birisi 1 il çəkdi. Sonra bu onun şlankları. Bu isə hamam üçündür. Hamamda diş yumağa falan en yaxşı. Belə əla bir məhsuldur. Diş yuyanda eləyəndə rahat ağzını belə qaldırırsınız və ya da saçınızı yuyanda çox qəşəng bir məhsuldur. Qızlar, bu günləri Sədərəydən nələr almışam, onları sizinlə birlikdə açacağım. Onu deyim ki, bir qız gəlin köçəndə bəlkə də bu qədər cehiz aparmır ki, o qədər çox veş almışıq. Deməli, stəkan almışıq birinci. Pakallardır bunlar. Bunları mən Sumqayıtda yerləşən Göyçay marketdən aldım və 6 ədədi 3 manat 90 qəpiyə idi. Maksimum şəkildə büdcəmizə qənaət edərək alışveriş etmişik, onu demək bəcər. Paşa Bahçədən belə bir armudu stəkan dəstə almışıq, 6 ədəddir və 6 ədədinin qiyməti 2 manat 90 qəpidir. Bu da yenə eyni ilə qəşəng münasib qiymətədir. Bunu da Sumqayıtda yerləşən Göyçay marketdən almışıq. Sonra belə bir qənd qabı almışam. Bu formadadır, qapağı da var. Fikirləşirik ki, yəqin gələnlər mürəbbə falan istəsə çəkmək, yəni pullu, qapaqlı, rahat. Bunun da qiyməti yenə, deyəcəm sizindir, 1 manat neçəsə qəpik, yoxsa 2 manat neçəsə qəpik olmalıydı. Bunu da yenə almışıq, 1 manatdır. Bunun qiyməti 1 manatdır. Bunu da yenə Göyçay marketdən almışıq, Sumqayıtda yerləşən marketdir. Belə bir nəlbəki almışıq. Armudu stəkan nəlbəkisi deyirlər buna. Bizim hal-hazırda armudu stəkanlarımız və bu nəlbəkisi. İnşallah qonaqlarımız bunda qəşəng armudu stəkanda çay içib keyf eləyəcəklər. Belə bir rumka almışıq. Rumka dəsti qiyməti 3 manat 30 qəpidir. İçərisində 6 ədəd var. Artıq bura gələn istirahət üçün gəldiyinə görə onların içki yəqin ki içmək istəyi olacaq. Ona görə də belə bir 6 ədədlik. Və külqabı almışıq. 1 manat 50 qəpiyyədir 2 ədədi. Bunu da yenə Sumqayıtda yerləşən Göyçay marketdən almışıq. Baxın, belə bir külqabılardır. Ədədi 80 qəpikdir. Bunu da yenə Göyçay marketdən almışıq. 2 manat 60 qəpikdir. Qrafinkadır. Burada neysə içməyə falan ehtiyac olarsa Göyçay marketdən almışıq. Bu çörək qabıdır. 1 manat almışıq. Belə bir böyük bıçaq almışıq. Ət doğramaq üçün 2 manat 40 qəpiyə. Moşun bıçaqdır. Sonra yenə əlavə belə bir bıçaq almışıq. Bu da yenə 1 manat neçə qəpik olmalıydı.
Belə bir alma meyvə bıçağı almışıq. 80 qəpik olmalıdır məncə. Sonra bu da ehtiyacdır hər evdə məncə. Plus da belə yerlərdə vəbşə suyu açmağa ya da kompot etməyə. Hərəsindən 6-6 olmaqla 6 dənə qaşıq, 6 ədəd vilka və 6 ədəd balaca qaşıq almışıq. Eyni bəzəklidən yağ bıçağı tapmadıq. Ona görə qaldı. Nəsə tapsaq onu da alacaq. Və belə bir məhsul almışıq. Bunun bu hissəsi ilə nə dedi? Şərab dedi, yoxsa neysə axır açırlar. Bu da yenə balonka qapaq açmağa. Bu da kartof soymağa. Если yorulsalar, kartofu belə rahat soysunlar deyilikdən. Və bunları qoyulan yerinə digər aldıqlarına keçək. Başlayaq, davam edək. Mopun başını almışıq. Birini 1 manatdan aldıq. Sədərəkdən almışıq. Qoxusu çox qəşəngdir. Yəni bilmirəm, keyfiyyəti necə olacaq bilmirəm. Məndə bunun aparatı var idi. Onu da yoldaşım burada istifadə edirlər. Xarab elədi başlığını. Ona görə biz belə başlıq almışıq. Sonra qızlar qab nəslindən belə bir şey almışıq. Nə deyirlər ona? Viski içməyə. Məncə pivə də deyəsin içirlər bunda. Belə bir bakal kimi bir şeylər almışıq. Bu da qəşəngdir. Bunun da yenə deyəcəm sizə 6 ədədi, bilmirəm, 10 neçəsə manat olmalıydı. Əlimdən düşüb sığmasa inşallah qiymətini biləcəm. Neysə, 6 ədədi 10 neçəsə manatı qiymətini görmədim. Sonra belə bir yağ qabı almışıq. Bu yağ qabının da 2 dənəsi 1 manat 90 qəpikdir. Sonra da baxın, belə bir şeydir. Mənim evdə də yəqin istifadə edirsiniz. Məndə evdə var bundan. Yəni, hətta belə münasib olduğunu bilmədim. Bilsəydim bundan çox alardım. Arada qonaq falan gəldi. Sevmiş qapağını tökməyə lazım olur. Bunu da yenə almışıq Göyçay marketdən. Bunun da qiyməti 2 manat 40 qəpik. Bəzi məhsullar ümumiyyətlə başqa yerə getməyə göz yoxdur. Sumqayıtda Göyçay marketdə çox qəşəngdir. Üçlü vəfə qabıdır. Biz Sədərəkdə də axtardıq. Bahalarından vardı. Eyni zamanda başqa mağazalarda da. Amma o çox qəşəngdir. Qiyməti ucuz, özü də yəni qəşəngdir. 2 manat 40 qəpik. Sonra qızlar eyni qənd qabıdan 2 dənə almışıq ki, fərqli olsun da, yəni birini istifadə etmək istəyəndə o birisini keçsinlər. Bu bizim qab nəslindən olan əşyalarımız idi. İndi keçək digər əşyalarımıza ki, bunları bir qırağa qoyum. Sonra sizə göstərim o birisi əşyalarımızı. Və keçək digər aldıqlarımıza. Bilirsiniz ki, buranı otel kimi istifadə edəcəyik inşallah. Onun üçün belə bulaq çöpləri almışıq. Hansı ki, adnarazlıqda bir ədədinin içərisində 3 dənə var və bunun 40 dənə almışıq. Sonra belə bir şampun var. Yenə də eyni ilə 40 ədəddir bundan. Burada da var eyni məhsuldan 40 ədəd. Bunlar adnarazlı şampunlardır. Qoyulacaq, bir dəfə istifadə olunacaq və sonra adnarazlı duş gelləridir. Bunlar da yine 40 ədəd alınıbdır. Sonra burada adnarazlı diş şokkaları və pastası var içərisində. Yine də bunlar da 40 ədəddir. Və belə tapçıqalar almışıq. Həyətdə də giyinmiyorlar, hamama da giyinmiyorlar. 4 ədəd alınıbdır. Rajok almışıq. Hamam üçün belə bir hava tərəvətləndirmək üçün aparat almışıq. Onu da yenə içərisinə o hava tərəvətləndirici spreyi qoyursan, belə pis eləyir tez-tez. Sonra sabunlar almışıq, hansı ki otellərdə olur. Balaca belə balaca sabunlar. 2 ədəd hamam dəstə almışıq. Biri ağ rəngdədir. Materialı da çox qəşəngdir. İndi açıb sizə də göstərəcəm. Bir dənə belə balaca dəsmalı var. Bir dənə hamam dəsmalı var və bir dənə də xalatı var. Bu qadın üçün. Bu isə eyni məhsulun kişi üçün olanıdır. Bunu da almışıq 30 manata.
2 ədəd aldığımız üçün qiyməti nə oldu? 35 manat olur, 40 manat olur. Biz 30 manatdan aldıq. Bunu da açımdan görürsünüz də bəzəyi eynidir. Sonra burada dəsmallarımız var. Hansı ki, vloqumuz çox gələcəyi üçün dəsmala ehtiyacımız ola bilər. Ona görə 2 ədəd belə balaca dəsmal almışıq. Və 2 ədəd belə böyük dəsmal almışıq. Bunlar yenə 4 qat qatlandığı üçün balaca görünə bilər, amma böyükdür əslində. Sonra 2 ədəd belə nə deyirlər bunu? Çay dəsmalı almışıq. 2 ədəd 3 manataydı dəsti. Və 2 ədəd corab almışıq. Qalın corabdır. Və otel sayılı xidmət göstərəcəyimiz üçün belə balaca öz adnarazı tapçıqalar almışıq. Sonra burada başqa nələr var sizə göstərim. Burada ədyalarımız var. 2 ədəd belə tək ədya almışıq. Və bir ədəddən eyni ədyalın cütünü almışıq. Sonra belə bir zibil qab almışıq. Bunu bilmirəm, hamında işlədə deyilsə. Keç yerlə də yatma. Bir ədəd belə zibil qab almışıq. Bir dənə belə bir əşya almışıq. Bunu evdə işlətməyə almışıq. Soğan kartof yığmasını bölümündə kombinin altına yerləşməyə deyə belə aldıq. Və bir ədəd belə bir pərdə almışıq, tül pərdə. Bu da yine bir otağa gedəcək pərdədir. Eyni ilə başlığını da almışıq. Və bunu da almışıq. Halabın məncə şəkilini yəqin ki, nesə almışıq deyə düşünürəm başqa. Hələlik bu qədər yoxsa. Bir dənə belə bir set qalmışıq. Sonra manqal almışıq, o maşındadır. Və evdəki kram xarab olduğu üçün kram başlıq almışıq. Və onu düşünürük. Və digər